Martın 27-si səhərdən 29-nadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısa müddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə su basma halları istisna olunmur. Bölgələrdə də 27-sindən 31-nədək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Martın 27-si 28-də ayrı-ayrı yerlərdə Quba, Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda suluğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba, Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda qısa müddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.